Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan şəxslərdən biri rayon polis idarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatının hissələrini oğurlayıb. Biləcəri qəsəbəsində yaşayan daha 10 sakindən polis bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da yaşadıkları evlərdən kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin bir ərazidə və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında bu uğurluqların eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr uyalıb. Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan Ucar rayon sakini Nizar Qədirli qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub və o ifadəsində törətdiyi hadisələri etiraf edib. Mən Qədirli Nizar Natiqoğlu 27-11-1992-ci ildə Ucar rayonu Əlikən kəndində anadan olmuşam. Əvvəldə məhkumluğum olub, oğurluqla tutulmuşam. Hal-hazırda Biləcəri qəsəbəsində yaşayıram. Biləcəri qəsəbəsində ev yiyəsi evdə olmadığında səfərdən aşıb, kombinin üst qırışqasını açıb, radiatorunu çıxardıb, aparıb metal qəbul yerinə 50-60 manata satmışam. Faktlarla bağlı 6-cı polis bölməsində toplanan materiallar Binəqədi rayon polis idarəsinə göndərilib. Nizar Qədirlinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi rayon polis idarəsinə, ərazi üzrə polis orqanlarına və ya 102 xidməti zəng mərkəzinə məlumat verə bilərlər.